25 oktyabr bizi növbəti para gözləyir. Bir paramız 55 kilo Hüseyin. 63 kilo Elsəvər. Elsəvər və Əlhüseyn qarşılaşması. Burada Əlhüseyn Elsəvərə meydan oxudu ki, mən sənin sparingdə birinci raund aşırdacam. Sənin döyüşüvə baxmışam Abdurrəhimlə, sən mənim üçün heç nəsən. Bəs buradan üzünə nə demək istəyirsən? Sən mənə demişdin ki, mən onunla vuruşmaq istəyirəm. Demək istəyirəm ki, mən niyə qabağıma qoyublar bilmirəm. Hə. Belə mənim əsl rəqibim Mike Tyson'dır, belə Conor zat Michael Tyson olar birdən. Michael Tyson müəlliyi. Bilmirəm niyə gəlib bu. İndi 6-cı gün cavabını da ringdə verəcəyik. Yaxşı, sən nə demək istəyirsən? Müəllim, mən Biraz hələ yaxınca aşırdan görüm. olmayıb, aşırdan olmayıb da. Bundan sonra da fikirləşmirəm. Əlhüseyn mən aşırda, amma ringdə danışacaq da. Mən çox Başqa danışmaq Əlhüseynə istəmirəm. nəsə demək istəyirsən? Yox, mən ringdə danışacağam. Sən ringdə danışasan. Sənin nəsə ringdə sözün danışasan. qaldı? Yaxşı uşaqlar, yaxınlaşırıq bura. Face to face eləyirik, artıq hərəkət eləmirik. Aha, bir-birimizə baxırıq. Göz-gözə gəlirik. Dedim bax, uşaqlar, qoymayın da belə şeylər eləsinlər bunlar. Gözləyin bizi 25 oktyabr.